Litera kitab mağazasının açılış mərasimi baş tutub. Açılışda rəsmi qonaqlar, ictimaiyyət və nəşriyyat nümayəndələri, eləcə də yazarlar iştirak edib. Qeyd edək ki, kitab mağazası Yasamal rayonu Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşir. Dəyişən kitabı, düşüncələrinə təsir göstərən kitablar harada əldə etmək olar? Akademik Zahid Xəlilov. Sizə bu yeni yaratdığınız Bunun yeni bir, necə deyim, uğurudur. Uzun bir yol keçir. Bu tip nəşriyyatların məkan olaraq, düşüncə olaraq genişləməsinə, böyüməsinə tərəfdar olmalıyıq. Bu bizim üçün bir yaxşı stimulur, belə kitab məkanlarının yaradılması. İnşallah işiniz avan olsun deyirəm. kimsə sakitlik istəyib burada keçib otura bilər. O kitab hayküyünün içində olmaz, çayın içər falan, onlar çox gözəldir. Və dünyada mən çox ölkələrdə işləmişəm, olmuşam. Bu ən gözəl standartdır ki, siz özünüz gətirmişsiniz. Əminəm ki, bu literada bu peşəkarlar davam etdirəcəklər. Mən də əlimdən gələn dəstəyi göstərəcəm. Bu kitab evinin açılışı həm də onu göstərdi ki, kitabı bağlanmayıb hələ. Bura həm də tələbələrin, müəllimlərin